Yayı çekip ok atıram. Ben sana çok demiştim. Sense az eşittir. Bana çok şey irat tutmak olardı. Çünkü ben Tulul'da zeytinyağı satan bir kişinin oğluydum. Ama sen Babək'in oğluydun. İndi benim oğlum yoktu. Sen benim belimden gelmemsen. Ata, benim ölümüm benim için son silahtı. Bu silah dünyaya mert gelip mert gidenlerin son silahıdır. Sense buna layık olmadın. Yok ol. Yok ol ki gözüm bir de seni görmesin. Öldürme ata. Geçti. Ölümü de bana çok gördün. Sonra baxarkən İstəyirəm onları bilsin. Yaxşı replikalar Deməli, qəşəng verdi. söhbətləri elədiz bizə. Tamaşaçılar onu Biz eşitmədi. bəzən mənə deyirlər ki, kadr arxasında nələr olub. Deməli, o vaxtı Şəfiqə Məmmədova da çəkilirdi filmdə Burla Burla Xatuna. xatırlar. Bəli, bəli. Deməli, onlar yığışıb baxırdılar, biz də çəkilirik də belə. Yəni, onların növbəsidir. Bu, gəldim, birincisi bu söz ki, Əli Haqverdiyev yalıncıq oynayır. Yəni, üzdən o belə pis adam oxşayırdı. Amma o qədər gözəl ürəyi vardı. Çox gözəl insan idi. Həm opera müğənnisi idi, həm rəssam idi. O nəsə üz cizgilərinə görə Amma onu gözəl yalıncığa seçmişlər çəkiblər. aktyoru. Bir dəfə rəhmətli ilə görüşdük. Dedi ki, Rasim müəllim, mən nahaq çəkildim. Deyirəm, niyə? Deyir ki, yoldaşımla gedirdim o gün. Uşaqlar düşüb dalımca deyir, ay donuz oğlu, donuz gəldi. Bunu yerdə arzulayırlar. Bəs o Həm də xatanda nə olmuş? Dədə Qorqudda bir deməli orada ox atan yerdə bu yığışıb baxırlar da bu Şəfiqə Məmmədova, ondan sonra başqa aktyorlar. Mən birində, bilməm neçənci dubldür, bir dublə çəkmirlər. Bir dənə şey elədim, oxun da ucunda dəmir vardı, şiş. Belə attım, getdi, uçdu, getdi, dəydi Şəfiqə Məmmədovanın qoluna. Ay, belə elədi, qan götürdü qolun dadın. Bunu qayıtdı ki, sən mənə qəsdən vurdun. Deyirəm, mən o ənəm fikirəm. Mən onu atırdım, gəldi dəydi. Qəsdən Bax, bu məşhur sevdiyimiz filmlərin görün kadr arxasında nələr baş Nələr verir. baş verir. Əsas budur. Ramiz müəllim, xoş gördük sizi. Bizim əziz qonaqlarımızdan biri. Ramiz müəllim, düzdür, indi söhbətimizin artıq elə bir məqamıdır ki, bilirsiniz, bir var Azərbaycan tamaşaçısının tanıdığı Rasim Balayev, bir var o dostların, çox sıx bir çevrənin tanıdığı Rasim Balayev. Həm o Rasim Balayevdən danışın bizə, həm